Danışır Bakı. Ədəbi verilişimizə başlayırıq. İlyas Əfəndiyevin Atayevlər ailəsində piyesinin montajını dinləyin. Verilişdə iştirak edirlər. Xosrov Atayev, Respublikanın xalq artisti Əjdər Sultanov, İldırım Atayev, artist Həsənağa Salayev, Dilşad, Respublikanın xalq artistkası Barat Şəkinskaya, Reyhan, Respublikanın əməkdar artistkası Sofiya Bəsirzadə, Lalə, Respublikanın əməkdar artistkası Hökümə Qurbanova, Mehriban, artistka Ətayə Əliyeva, Cahangir, artist Əfrasyab Məmmədov, Şahsuvarov, artist Məlik Dadaşov, Sadıqov, Respublikanın xalq artisti Mustafa Mərdanov, Xuduş, Respublikanın əməkdar artisti Məmməd Sadıqov, Ağasəlim, artist Cabbar Əliyev, Zabitə, Respublikanın əməkdar artistkası Məhluqa Sadıqova, Milis rəisi, Respublikanın əməkdar artisti Qafar Həqqi. Aparıcının sözlərini Ramiz Mustafayev oxuyur. Verilişin rejissoru Tofiq Kazımovdur. Musiqi tərtibatı Nurəddin Fəthullayevindir. Səs rejissoru Azər Rızayev, səs operatoru Arif Əliyevdir. Xosrov Atayevin mənzilində qonaq otağı. Xosrovun qızı Reyhan pianino çalır. Elə bu an Reyhanın rəfiqəsi Mehrican yavaş addımlarla gəlib qapıda dayanır. Qəribədir. Həmişə mənim ürəyim dolu olanda, gəlib görürəm ki, sən bu mahnını çalırsan. Mehrican. Sev Mehrican, sev. Sevgisiz könül, günəşsiz bağça kimidir. Budur. Lalədə gəlir. Yadındadırmı? O bizimlə Tehnikomda oxuyanda nə qədər şən, nə qədər səmimi bir qız idi. İndi isə daş qaşa tutulmuş buz heykələ bənzəyir. Analığın onu Sadıqova verməkdə böyük günah elədi. Analığımın elə günah işləri çox. Eşitdiyimə görə sənin də Şahsuvarova getməyinə çalışır. Bütün gücü ilə, amma daş qayıya rast gəlib. Salam. Salam Lalə. Neçə gündür hardasan, görünmürsən? Xalam hardadır? Salam qızlar, salam. Bura bax, deyirlər İldırım Atayev gəlir. Nə danışırsan? Doğrudan məmim gəlir. Bu nə yaxşı xəbər oldu? Hə, elə mən özüm də çox sevinirəm. Doğru da o vaxt aramızda bir balaca gilə-güzar olmuşdu. İldırım əmim killi adam deyil. Gərək də olmasın. O indi yüksək vəzifə sahibidir. Nazir müavinidir. Nəysə, bəyək küçədə o bizim o, nədir o, cavan müstəntiqi gördüm. Cahangiri deyirsiniz? Yamanca loğadır. İş yaraşmır. Gedək Mehrican. Gedək. Reyhanla Mehrican o biri otağa keçirlər. Xanımın xətrinə dəydi. Lələ, bu dünyada heç kəsə yaxşılıq yoxdur. Mən istəyirəm bu Şahsuvarova getsin. Bakıda gözəl kvartirası, yaxşı dolanacağı. Nə xəyala getdin? Heç. Fikir edirəm ki, Reyhanla Şahsuvarov yaxşı cüddülər. Hə, əlbəttə. Yoxsa Cahangir, xətir hürmət qanmayan lütün biri. Lələ. Biz qadınların bəzən ağlımız gözümüzdə olur. Məsələ biri mən Xosrov Atayevin şəxsiyyətinə, təsirinə allandım.
yaşayış ilə adi bir fəhlə yaşayış arasında heç bir fərq yoxmuş. Ona görə də sən Sadığa getmək istəməyib deyəndə ki, qocadır, sür-sifəti xoşuma gəlmir, mənim acığım tuturdu. İndi görürsənmi səni necə saxlayır? Barmaqlarında brilliant üzüklər, boynunda 7 qat mirvarı, qabağında qulluqçu. Ay xala. Dilşad xanım gedib qapını açır. Tikinti Təchizat İdarəsinin müdiri Sadıxov öz işçiləri Ağa Səlim və Xuduşla içəri girirlər. Baho, nə yaxşı qonaqlarımız gəlib. Buyurun içəri. Selam. Oho, Liliçka da buradaymış. Sən laf lələni bizim əlimizdən almısan Sadıq. Elə demeyin Dilşad Hanım. Biz ölenecen sizin kulunuzuz. Bak. Yamanca şirindirlik sizden ha. Bilirsiniz mi Dilşad Hanım? Sizinle bu teze qohum olmak isteyen oğlan bizi yaman incidir. Lap daha yapışıb yaxamızdan bırakmır ki bırakmır. Kim? Cahangir. Onun sizlə nə işi? Hiç bilir. Muhtasarı budur ki Dilşad Hanım. Sizinle teze qohum olmak isteyen müstentik Cahangir yoldaş. Bizim üçümüz de dolaştırın. Əlində bir əsas filan var yoxsa? Dilşad Hanım, ayıp değil mi? Siz ki beni tanıyırsınız. Ben müdür olan idarede kim hükümetin bir köpüğüne toxunabilir? Dilşad əsəbi halda telefonun dəstəyini götürür. Ay qız, milis nəçənlik şahsuvarığı ver. Ziyad, sən, sağlam, bura bax. Xahiş edirəm bir tez bizə gələsiniz. Sizlə vacib işim var. Bəli, gözləyirəm. Naçərlik gəlsin, danışarıq. Yani buyurursunuz ki arxayın olar. Kudur. Beri gel Dilşad Hanım'a baş ağrısı verme yine. Liliçka, bəs eve gitmirsən? Mən bu saat gəlmişim. Ne öyle şeyler? Halabala kitapsınız. Sizi birbirinizden ayırmak çətindir. Gedək uşaqlar, gedək. Sadıqov, Ağa Səlim və Xuduş gedirlər. Mən bircə öldüyüm günü bilmirəm. O Cahangiri görən kimi tanıdım ki, nə yuvanın quşudur. Sən bir munda yüzə bax, bilə ki, Sadıqov mənim qohumumdur, bu gün həngamə çıxardım. Ev yoxdur, olsun. Reyhanla Mehrican yürərək o biri otaqdan gəlirlər. İldırım əmim gəlir! Reyhan İldırımı qarşılamağa gedir. Dilşad xanımın üzü tutqun bir hal alır. Mehrican maraqla pəncərədən baxır. İldırım Atayev Reyhanla söhbət edə içəri girir. Dilşad onu qarşılayır. Xoş gəlmişsiniz İldırım. Sağ olun. Ben buradan gidenden beri her şey o kadar değişmiştir ki. Eğer səhv etmirəmsə, Dilşad Hanımın bacısı kızı Lale'dir. Əmi tanış olun. Bu da mənim yaxın yoldaşım Mehricandır. Atayev. Tanış olmağımıza çok şaşırdım. Saçları yaman ağartmışsınız ha İldırım. Ama siz hiç değişmemişsiniz. Doğrudan mı? İcazənizlə mən gedim. Nə tez? Nənəm gözləyir. Eləysə get, ancaq axşam mütləq gələrsən. Yaxşı, sağ olun. Yoldaşın ne iş görür? Arxitektordur. Qəribədir. Necə də oxşayır. Həmən günün axşamıdır. Reyhanla Mehrican söhbət edirlər. İndi mən sizə gələndə İldırım Atayev bağçanızdakı böyük Yasəmən ağacının dibini boşaldırdı. Özü də elə qəmgin idi ki. Bu ağac əmmin keçmiş nişanlısı Frəngiz xanımdan yadigardır. 8 il bundan qabaq həmin ağacı o əkmişdi. Bəyər İldırımın nişanlısı var idi. Bəs necə oldu? Ayrıldılar. Nə üçün? O zaman əmim burada mühəndis işləyirdi. Frəngiz də bağçılıq axranımı idi. O Yasəmən ağacı əkilən yaz toylar olmalı idi. Lakin heç gözlənilmədiyi halda aralarına narazılıq düşdü. Nə üstə?
Əmimgilin kantorunda Lida adında cavan bir planerik işləyirdi. Bu olduqca gözəl, şən, zarafatçıl bir polyak qızı idi. Özü də Dilşad xanımın dostu idi. Hər gün bizə gələrdi. Birdən belə bir şayə çıxdı ki, güya İldırım əmim Lidaya vurulmuşdur. Özləri də tezliklə evlənəcəklər. Firəngiz də bunu eşidib, bütün qızlar kimi başladı qısqanmağa. Halbuki Lida ilə əmmimin arasında səmimi dostluqdan başqa ayrı bir his yox idi. Axırda ikisi də inada düşüb ayrıldılar. Firəngiz başqa yerə dəyişilərək getdi. Dilşad xanım əmmimin Firəngizlə evlənməsinə dözə bilmirdi. Axı nə üçün? Çünki Firəngiz hər cəhətdən ondan üstün idi. Hər halda Firəngiz böyük səhv etmişdir. Müstəntiq Cahangir içəri girir. Elə gələ-gələ fikirləşirdim ki, sizi mütləq bir yerdə görəcəyəm. Eşitdim, sən bizim tikinti kantorunda böyük bir işin üstünə açıbsan. Bəli, açmaq üzrəyəm. Deyilənə görə bu işdə Sadıqovun da əli var, hə? Deyəsən elədir. Milis rəisi Ziyad Şahsuvarov gəlir. Gənc dostlara ateşin salam. Mən söhbətinizə mane olmadım ki. Xeyr, buyurun əyləşin. Rica edirəm zəhmət çəkməyin. İstirahət günü olanda adam lap darıxır. Xüsusən mənim kimi heç kəsi olmayanlar. Niyə elə deyirsiniz? Sizi ki, bütün şəhər tanıyır. Hər bir tanışa da dost deyib ülfət bağlamaq olmur. Reyhan xanım. Əlbəttə, adam öz qəlbinə yaxın olanlarla görüşüb danışmaq istəyir. Doğrudur. Mən arzu edərdim ki, bütün insanlar sizin kimi incə təbiətli olaydılar, Şahsuvarov. Siz kompliment deməkdə həddindən artıq səxavətlisiniz, yoldaş müstəntiq. Bunun eybi yoxdur. Özünüz bilirsiniz ki, səxavət gözəl keyfiyyət. Şübhəsiz, şübhəsiz. Vaxt ki, Cahangir məni incə təbiətli bir adam hesab edir, o zaman rica edirəm, bir şey çalasınız, qulaq asaq. Əziz qonaqlara hörmət borcumuzdur. Təşəkkür edirəm. Nə çalım? Ürəyiniz nə istəyirsə. Bəlkə mənim ürəyim istəyən sizin xoşunuza gəlməz. Ola bilməz. Kaş ki, mən sizin bu etimadınızı doğruldaydım. Dilşadla Lalə gəlirlər. Xoş gördük Ziyad, gəlmisən. Dedim daha gəlmədiniz. Bahu, bizim müstəntiq də buradaymış ki, xoş gəlmisiniz Cahangir. Sizdən yaman incimişəm. Ne üçün? Bizə gec-gec gəlirsiniz. Cahangir, gedək. Mehrican düzəltdiyi yeni maketi sənə göstərmək istəyirəm. Gedək. Reyhanla Cahangir və Mehrican o biri otağa keçirlər. Ziyad, Sadıqgilin məsələsindən xəbərin varmı? Bəli, xəbərim var. Fikrin nədir? Mən əlimdən gələn kömək etməyə çalışıram. Lalə xanım özü də bilir. Ancaq qorxuram mənim köməyim müsbət bir nəticə verməsin. Nə üçün? Çünki Sadıqovgilin işini Cahangir açıb. Nə olsun ki? Qanuna görə biz onlara təsir göstərə bilmərik. Orasını mən özüm də bilirəm. Başqa bir yol düşünməyə də imkan yoxdur. Çünki özünüz bilirsiniz. Prokurorun da, Cahangirin də mənimlə araları soyub. Bəs nə olsun? Biz baxa-baxa o boyda kişini salsınlar tora. Siz bu barədə yoldaş Atayevlə bir danışsaydınız, pis olmazdı. Atayevə heç elə söz demək olar. Bilirsinizmi, Dilşad xanım? Atayevin bu işə qarışmağı mütləq vacibdir. Əgər Sadıqov dolaşsa... Başa düşürəm. O ancaq Atayev kimi böyük bir avtoritet öz yerində oturda bilər. Siz əyləşin, mən bir mətbəxə baş çəkim gəlim. Buyurun. Niyə mənə elə qanlı-qanlı baxırsan, Lələ?
Hələ bir danışırsan da. Axı nə olub ki? Özün bilirsən. Sənin canın üçün heç bir şey bilmirəm. Axşam gələrsən, deyərəm. Bəlkə gələ bilmədim. Aydındır. Ürəyinə ayrı şey gəlməsin. Bir yerə qonaq çağırıblar, getməsəm yaxşı düşməz. Demək, o qonaqlıqdakılar sənin üçün məndən artıqdır? Nə danışırsan, Lələ? Gələrsən, eşitdinmi? Baş üstə. Dilşad balaca padnosda çay gətirir. Buyurun. Bu da siz xoşlayan gül mürəbbəsidir. Özüm bişirmişəm. Nə zəhmət çəkirsiniz? Cahangir, Reyhan və Mehrican gəlirlər. Mən sizin yerinizə olsaydım, bu maketi müsabiqəyə göndərərdim. Mehrican yenə də bəzi dəyişikliklər etmək fikrindədir. Nə olar? Həqiqi sənət üçün təkamülün hüdudu yoxdur. Əyləşin çay için. Sağ olun. Axşam tikinti işçiləri üçün mühazirə oxuyacağam. Gedib biraz hazırlaşmaq lazımdır. Mühazirəniz nə mövzudadır? Bizdə ailə və cəmiyyət. Gözəl mövzudur. Vaxtım olsaydı məmnuniyyətlə gəlib qulaq asardım. Xosrov Atayev gəlir. Salam. Salam yoldaş Atayev. Deyirlər, İldırım gəlib. Bəs hanı? İldırım Atayev gəlir. Xosrov. İldırım. Yaxşısan. Gümrahsan. Sən də yaxşısan. Bircə də görüm, məzuniyyətə çıxmısan, yoxsa... Xeyr, iş üçün gəlmişsin. Amma mən dedim, bəs elə məhz bizlə görüşə gəlmişsiniz. Həm ziyarət, həm də ticarət. Şəhərimiz xoşuna gəlirmi? Gözəl binalar tikmisiniz. Köhnə evlərin yerini də tanımaq olur. Yoldaş Atayev ki belə başlayıb, çox çəkməz bura Bakını da ötər. İcazənizlə mən gedim. Yox, heç elə şey yoxdur. İldırımın gəlişi münasibəti ilə hamımız bir yerdə nahar eləyəcəyik. Doğrudur. Siz buyurun əyləşin, mən də bu dəqiqə gəlirəm. Dilşadla Atayevdən başqa hamı o biri otağa keçir. Bugün bizim evlənməyimizin düz 10 ili tamam olur Xosrov. Vay. Gərək məni bağışlayasan. İldırımın gəlişini eşidib, evə tələsdiyim üçün sənə hədiyyə ala bilmədim. Sabah mütləq. Eybi yoxdur. Qocalar hədiyyəsiz də keçinər. Sən indi də onu bundan qabaqki kimi cavan və gözəlsən. Amma mənə elə gəlir ki, sən daha məni əvvəlki kimi istəmirsən. Əksinə? Sənə xəbərin varmı ki, bizim dostumuz Cahangir mənim gözümün ağı qarası bircə bacım qızının ərini dolaşdırıb tutmaq istəyir. Günahı olmayan adamı heç kəs dolaşdıra bilməz. Əgər Sadığın başına bir iş gəlsə, o yazıq qızın halı necə olur? Savad az, qohum qardaşdakı yox. Ne üçün sən onu təhsildən ayırıb, verdin Sadıqova? Axı mən o vaxt sənə dedim... Bu söhbətlər gecdir, Xosrov. Sən kömək elə, Lalə bədbaxt olmasın. Necə kömək edim? Qoyma əri dolaşsın. Bayaq dedim ki, günahı olmayan adamı heç kəs dolaşdıra bilməz. Sən hamıya verdiyin rəsmi cavabı mənə də verirsən, Xosrov. Dilşad, axırıncı dəfə səndən təvəqqə edirəm. Əgər bizim aramızdakı 10 illik məhəbbətin məhv olmasını istəmirsənsə, bir də məndən belə şeylər xahiş eləmə. Mən xalqa qulluq elədiyim bu 30 ildə ona xəyanət etməmişəm, etməyəcəyəm də. Xosrov çevrilib iti addımlarla o biri otağa keçir. Siz Atayevlər! Bu hadisədən bir gün keçmişdir. Bu bir gün ərzində İldırıma bir çox məsələlər aydın olmuşdur. O Dilşad xanımın qeyri-təbii davranışlarını sezir və bu qadının şübhəli hərəkətlərindən təşvişə düşür. İldırım qardaşının təmiz adının ləkələnməsindən qorxur. O qardaşı ilə açıq söhbət eləyir və Dilşad xanım haqqında olan narazılığını ona bildirir. Bu söhbət Xosrova xoş gəlmir. İldırımla Mehrican arasında da xoş bir münasibət yaranmışdır. Xosrovun mənzilində qonaq otağı.
İldırım və Mehrican söhbət edirlər. Nə üçün siz özünüzü qoca hesab edirsiniz? Əgər səhv etmirəmsə, sizin 38 yaşınız var. Ola bilər ki, indi də öz taleyini mənimlə bağlamaq istəyən bir qadın tapılsın. Lakin siz özünüz də inkar etməzsiniz ki, bu istəklə əsli məhəbbət arasında payızla yaz qədər böyük bir fərq vardır. Mən isə etiraf edirəm ki, bu barədə mən biraz egoistəm. Mənə elə gəlir ki, məhəbbətdə orta hal yoxdur. Ya həqiqi sevgi var, ya nifrət. Doğrudur. Lakin siz nə üçün elə zənn edirsiniz ki, bu həqiqi sevgi sizə aid ola bilməz? Bəlkə indi də sizin təsəvvür etdiyinizdən də artıq sevən gənc bir qız vardır. Əgər o özünün sevildiyini bilsəydi. Yoxsa siz mənə təsəlli vermək istəyirsiniz? Mən bilirəm ki, sizin kimi ağıllı adamların buna ehtiyacı yoxdur. Bəs siz... Rica edirəm Reyhanə deyəsiniz ki, mən gəlib onu gözlədim. Hələlik. Bu belə qurtara bilməz. Mehrican çıxır. İldırım Atayev də həyəcanla onun ardınca gedir. Sadıqov başını içəri salıb baxır. Sonra qayıdıb yoldaşlarına gəlmək üçün işarə edir. Sadıq, Ağasəlim və Xuduş daxil olurlar. İndicə Mehricanın dalınca tələsik başıya düşən ministr Atayev deyildi. Özüydü, gəldiyi 2 gün deyil eşqibazlığa başlayıb. Amanın bir günü Sadıq, bu dəfə ya zəli kimi yapış yaxasından əl çəkmə. Canım, İsbalkom deyirsən burada. Ministr deyirsən burada. Müstəntiq deyirsən burada. Dilşad xanım kimi əflatun burada. Hadi düzəlsinlər də. Dayanın, səs-küy salmayın görək. Sadıqov o biri otağa keçir. Zalımın qızı qəs qoysa bizim işimizi düzəldər. Hadi qəs qoysun da, ondan nə gedir? Hər nə gedəcək bizdən gedəcək də. Sən öyləsən, Xuduş çapıldıq, talandıq. Heç demə, dünən yenə mən Şahsuvarın cibinə 3 tane ötürdüm. 300? Başıma təpimdə də da Şahsuvar uşaq zatdır 3000. 3000? Özündən də hələ heç bir köməklər görmürük. Bütün iş Cahangirdədir. Digər ki, zalim oğluna bir yol tapa bilmirik. Sən öyləsən, Xuduş. Hə. Bir dəli şeytan deyir ki, gir onun kabinetinə, 15.000 çırp stolun üstünə. Bıy. Nə danışırsan da? İstəyirsə üçümüzdə güllənsin. Ağciyər olma da, ağciyər olma. Amanın bir günüdür, bu sözü burada dedim, bir də başqa yerdə demə. Sadıqla Dilşad danışa-danışa gəlirlər. Dilşad xanım, mən əminəm ki, İldırım Atayev sizin sözünüzü yerə salmaz. Bugün gəlmişdi bizim idarəyə. Özü də mənimlə çox mülayim danışırdı. Ancaq Dilşad xanım, kişinin qulağını yamanca doldurublar. Bəs sən nə dedin? Dedim məndən nə istəyirsən? Bir canım var, onu da salmışam azara. Gecələr ürəyimin ağrısından yata bilmirəm. Dayan. O da özü də gəlir. Onda biz gedək. Laf yadımdan çıxmışdı. Dilşad hanım, xahiş edirəm, axşam bizə buyurasınız. Nə var ki? Dedim, yığışaq biraz eynimiz açılsın. Dünya dağılsa da Sadıq kefindən qalmaz. Bu adamların acığını elə belə də lazım. Gözləyəcəyik ha. Yaxşı. Sadıqovgil gedirlər. İldırım Atayev daxil olur. İndi buradan çıxanlar tikinti təchizatı idarəsinin işçiləri deyildilər mi? Bəli, olardı. Niyə gəlmişlər? Heç, elə belə. Axı Sadıqov bizim Ləylənin əridir. Onların bura gəlib getmələrindən Xosrovun xəbəri varmı? Siz bunu nə üçün soruşursunuz ki? Ona görə ki, bu Xosrov Atayevin evidir. Xosrov Atayev öz evinə gedib gələnlərin kim olduqlarını bilməlidir. Dedim ki, Sadıq mənim yeznəmdir. Bəlkə onların böyük bir cinayətdə ittiham edildiklərini bilmirsiniz. Onların təqsirkar olub olmadıkları hələlik sual altındadır. Onların məsuliyyətə alınmasını birinci Xosrov Atayev təklif etmişdir. Çoratdanar öz kəndini çapar. Dilşad xanım. Siz hamınız mənə ügey hesab edirsiniz. Mən sizdən kömək gözləyirəm. Amma sizin biriniz mənim yeznəmin həbsə alınmasına hökm verir. O biriniz onun mənim evimə gəlib getməsini qadağan eləyir. Unutmayın ki, sizin əriniz dövlət xadimidir. Onu cəmaat seçir. Mən də həmin cəmaatın biriyəm. Özü də Xosrov Atayevin
ola bilər. Siz məndən nə istəyirsiniz? Mən istəyirəm ki, xalq qarşısında, hökumət qarşısında cinayət məsuliyyəti daşıyan adamlar bu evə ayaq basmasınlar. Yıldırım! Xosrov Atayev daxil olur. Nə olub? Niyə belə dayanmışsınız? Heç. Hə, bugün tikinti işlərlə tanış ola bildinmi? Oldum. Vəziyyəti necə görürsən? Danışarıq. İldırım o biri otağa keçir. Doğrusunu de görüm. Niyə bir kefsən? Heç. Yoxsa məndən gizləyirsən? Niyə gizlədəcəm? Qardaşım məndən keçmişlərin haqq hesabını çəkməyə başlayıb. Güya ki o zaman Firəngizin münasib getməsinə mən təqsirkaram. Boşlayın bu axmaq söhbəti. Xosrov o biri otağa keçir. Yax, sizin nəsliniz kəsilsin. Şahsuvarov daxil olur. Nədir Ziyad? Gözümə bir səhər dəyirsən. İşlər yaxşı deyil Dilşad xanım. Mən elə güman edirdim ki, İldırım Atayevin gəlişi indiki havanı bir qədər yumşaldacaq. Ancaq əksinə oldu. Mən bunu əvvəlcədən bilirdim. Gələn kim bütün aləmi qatıb bir-birinə. Bugün düz 2 saat prokurorla söhbət edib. Sonra məni çağırtdırıb. Səndən nə istəyir? Güya mən Sadıqovgilin işinin üstünü vaxtında açmamışam. Bütün tikintiləri bir-bir gəzib. Eşitdiyimə görə özü də Bakıya teleqrama vuraraq böyük komissiya tələb edir. Bütün işlərin də mayası o Cahangir vurulmuşdu. Reyhanla Cahangir daxil olurlar. Reyhan o biri otağa keçir. Salam. Oo, Şahsuvarov. Bugün biz nə tez-tez görüşürük. Görünür rəhləriniz bir-birinə yaxındır da. Gərək elə də olsun. O milis naçalniki, məndəki... Sizdəki rəhmisiz bir müstəntiq. Niyə elə deyirsiniz Dilşad xanım? Rəhmisiz olmasaydınız, bizim yazıq Sadığı elə sıxışdırmazdınız. Mən görürəm ki, bizim söhbətimiz zarafat dairəsindən çıxır. Ona görə də sizin sualınıza cavab vermək istəyirəm. Sadıqovun başçılıq etdiyi idarənin yoxlanılmasını tək mən yox, bütün xalq tələb edir. İçində yaşadığınız bu gözəl binaları tikən fəhlələr tələb edir. Niyə? Sadıqov neyiniyib? Təəssüf ki, mən bu barədə sizə heç bir söz deyə bilməyəcəm. Əşi, siz də çox mən deməyin ha. Dəvədən böyük fil var. Bu misal çoxdan köhnəlmişdir. Yox, bu artıq dözülməzdir. Bu... Əsəbləşməyin Dilşad xanım. Reyhan gəlir. İldırım əmim sizi gözləyir, Cahangir. Gedək. Reyhanla Cahangir o biri otağa keçirlər. Bu qədər də azğınlıq olar. Eşitdinizmi? İldırım Atayevin yanına gəlinmiş. Yaxşı. Dilşad xanım qəzəbli halda dəstəyi götürür. Prokurorun kvartirasını verər. Tez ol. Alo, kimdir? Salam yoldaş Zeynep. Kefiniz adınız necədir? Gülsün başı nətərdir? Niyə heç biz tərəflərə gəlib eləmir? Hə? Yaxşı. Bura baxın Zeynep. Mən sizin o müstəntiqin əlindən bəlkə istənmişəm. Aşı nə olacaq? Bütün işini gücünü bıraxıb, düşüb bizim o yazıq Sadığın üstünə. Buyur, özünüz bilirsiniz ki, Sadıq suyu üflüyüb içən adamdır. Bəli, xahiş edirəm o Cahangirə balaca bir qulaq vurması verəsiniz. Necə? Ne üçün qarışmayım? Mən nə danışdığımı çox yaxşı bilirəm yoldaş Hüseynov. Nə? Əgər doğrusunu bilmək istəsəniz, sizin bu hərəkətiniz Atayevə sataşmaqdır. Bəli, biz daha bir şey qanırıq. Qədələr, elə bil hamısı dilbir olublar. Xosrov və İldırım Atayevlər, Reyhan, Cahangir gəlirlər. Aha, yoldaş Şahsuvarov, bayaqdan sizi axtarırdım. Ona görə gəlmişəm, nə buyurursunuz? Təchizat idarəsinin 50 ton taxtapuş dəmirini kimlərə və nə üçün satıldığını aydınlaşdırmaqda Cahangirə kömək etmək lazımdır. Başdır yoldaş Atayev. Qoy bu vicdansızlar görsünlər ki, Sovet ədalətindən yaxa qurtarmaq olmaz. Sadıq Sadıqovun evi.
Stolun üstü cürbəcür yeməklər və şərablarla bəzədilmişdir. Şahsuvarov və Lalə təkdirlər. Lalə bu günlər çox ağır dəqiqələr keçirir. Ziyad, düzünü de. Sen doğrudan mı Reyhan'la evlenmek fikrindəsən? Heç yatsam yuxuma da girməz. And iç. Sənin əziz canın üçün. Ah Ziyad, mən sənsiz bir gündə yaşaya bilmərəm. Mən sənsiz nəinki bir gün, heç bir dəqiqə də yaşaya bilmərəm, Lələ. Elə isə, niçin tərpənmirsən? Niyə məni bu əzablardan qurtarmırsan? Ah, sən bilsən ki, mən ona nə qədər nifrət edirəm. Bilirəm. Hamısını bilirəm. Ancaq bir qədər səbr etmək lazımdır. Sənin ona getdiyin cəmi 2 ildir. Bu tezliklə boşanıb mənə gəlsən yaxşı çıxmaz. Nə üçün? Mənə məişət pozğunadı verərlər. Deyərlər xalqın təzə arvadını boşatdırıb aldıyıq. Cəhənnəmə ki, qoy nə deyirlər desinlər. Yoxsa qorxursan? Nədən qorxacağım? Ancaq... Mən hər şey razıyam. Təki səninlə bir yerdə olum. Sadıq Sadıqov gəlir. Qardaş, sən məndən qabaq gəlmirsən ki? Əsl dost gərək elə dost. Əlbəttə. 5 günlük dünyadır. Ye, iç, kevçək. Elə deyil mi qardaş? Elədir. İskəndər Zülqərniyə qalmayan dünya kimə qalacaq? Ye, iç, kevçək vəssalam. Deyir Adəm xəyətdim lələndə Mixəh boynun ayəndə Ada qurban demişəm əlin əlimə dəyəndə Doğrudan da idiot. Sən isə günü günə satırsan. Sadıqov gedib qapını açır. Ağa Səlim, Xuduş, zabitə daxil olurlar. Gəlin çıxın da. Uy, naçarnik də buradaymış. Naçarniksiz bir günümüz olmasın. Elə isə götürək bunu, eksprompton vuraq nəçərliyin sağlığına. Uşaq, siz öyrəsiniz. Elə bilirəm ki, dədəm rəhmətlik Məşəd Kərimin 2 oğlu varmış. Sən mənim böyük qardaşım. Qoy bir sən öpüm qədəş. Bəs Dilşad xanım gəlməyəcək? Necə yəni gəlməyəcək? Liliçka, bəlkə sən zəng eləyəsən, ha? Aha, gəldi. Buyurun. Əyləşin. Yuxarı başa keçin. Bura buyurun. Buyur, zabitə, xoş gördük. Aya günə dönmüsən az? Vallahi 3-4 gündür başımız yaman qarışmışdı. Bilirəm. Mərdimazlara lənət. Min lənət. Qədəhləri doldurun canım. Qan qaraltmaq vaxtı deyil. Varam Sadıqova. Dünyada heç bir şey vecin alan deyil. Sizin kimi dostları olan nədən qorxacaq? Deyir Adəm xəyətdim ləyəndə Mən təklif edirəm, bu qədəhləri qaldıraq, hamımızın böyümüz, ağsaqqalımız, yoldaş Atayevin və onun həyat yoldaşı Dilşad xanımın sağlığına. Sağ olun Dilşad xanım, sağ olun. Buyur, nə qədər izin var ha? Ortadakı brilliantdır. Həri, brilliant o. Brilliant daşqaşın padşahıdır. Gör necə də işıq verir. Dilşad xan, 5 geçdi. Ay yox, ha, nə danışırsınız, sağ olun. Dilşad xanım, xoşunuza gəlir götürəcək. Yox, götürmərəm. Bəxşişi geri qaytarmaq yaxşı deyil. Sən nə deyim valla, siz adamı lap məcbur eləyirsiniz. İndi isə bu qədəhləri qaldıraq, bizim əzizimiz Sadıqovun sağlığına. Qoy bir səni öpüm qədəş. Sizin bu sədaqətiniz laf mənim ürəyimi kövrətdi. Dost yolunda gərək can qurban edəsən. Bir üzük nədir ki? Təklif var ki, Liliçka bizim üçün bir kağıt desin. Yaxşı, Lələ, xahiş edirəm. Lələ. Liliçka, burada hamı özümüzünkini gelir. Lələ. Bu qız hara getdi? Ne oldu ona? Liliçka,
Bu gece çok acıklısınız Dilşat Hanım. Senin arxayınçılığın beni laf hirsləndirir Ziyad. Bunu bil ki, Sadıkov'dan sonra növbə seninkidir. İldırım Atayev'in seni gören gözü yoktur. Olmasın. Esassız, sübutsuz mənə ne edebilir? Yaxşı. Tutaq ki, sənə bir şey eləyə bilmədi. Bəs Reyhan, nə qədər ki Cihangir ortadadır, sen ondan gözünü çəkməlisən. Dilşat Hanım, Reyhan Cihangir'i sevir. Siz inandırıram ki, Cihangir'in başına bir iş gelse, ondan ilk yüz döndüren elə o Reyhan olacak. Bu cavanların işinden hiç boşaşmak olmur da. Ha? Dilşat Hanım, hara hazırlaşırsınız. Gedirəm. İcazə verin siz götürüm. Onlar çıxırlar. Lalə içəri girir. Ah Ziyad, mən çox bədbaxtım. Heç kəs məni istəmir. Elə bil ki, mən insanlardan ayrılıb kənara atılmışam. Elə bil ki, heç kəsə lazım deyiləm. Ah, qurtar məni bu ikiyüzlü həyatdan Ziyad. İç Lale, iç. Ay, içmirəm. Zəhləm gedir. Hamısı iğrəncdir. Lale. Lale. Yattı. Əzab çəkir. Hamının ona pis baxmağından danışır. Yox, əzizim. Mən saadəti sənin qızıl saçlarında axtaran axmaqlardan deyiləm. Əgər sən Atayevin qızı olsaydın, onda başqa məsələ idi. Mənə arxa lazımdır, Lələ. Lakin vəziyyət son dərəcə təhlükəli və mürəkkəbdir. Mənə hər dəqiqə ümumi atmosferanı öyrənmək lazımdır. Deyəsən, mən yuxulamışdım. Sən mələklər kimi yatmışdın, Lələ. Lələ, ürəyim yaman sıxılır. Elə danışma Ziyad, mən qorxuram. Nədən qorxursan? Nə olacaqsa olacaq. Mənə əzab vermə Ziyad, de görüm nə olub. Bilirsənmi Lələ, əgər Sadıqov tutulsa, bizim evlənməyimiz baş tutmayacaq. Mən Sadıqova nə qədər nifrət etsəm də, onun tutulmağını istəmirəm. Ancaq bizim evlənməyimiz nə üçün onun işi ilə əlaqədar olsun? Ona görə ki, mən inzibat orqanda işləyirəm. Əgər naçəlliklikdən çıxaracaqlarsa, qoy çıxarsınlar. Düşmənim çoxdur, Lələ. Bir balaca büdrədimmi, məndən əl çəkməzlər. Bəs onda nə edək? Çalışıb Sadıqovu qurtarmaq lazımdır. Bəlkə mən gedim Atayeva yalvarım yaxarım. Yox, Atayevdənsə Cihangirə müraciət etmək daha yaxşı olardı. Bu saat bütün işlər onun əlindədir. Özü də ki, sizinlə təzə qohum olur. İndi ki, sən məsləhət görürsən, mən gedib Cihangirdən xahiş edərəm. Özü də lap bu saat. İndi keçdir. Onda sabah. Ancaq idarəyə getmək yaxşı deyil. Cihangir həmişə axşam çağları evdə olur. Saat 7-də getsən görə bilərsən. Ancaq Sadıqov bilməsin. Köhnə fikirli adamdır, ürəyinə min cür şey gələ bilər. Sadıqov daxil olur. Liliçka, sən bizi lap pərt elədin axı. Əşib yoxdur, əşib. Məclis lap əla keçdi. Lələ, rica edirəm mənə bir stəqan çay verəsiniz. Lalə o biri otağa keçir. Sabah axşam düz 7-nin yarısında təzə parkda olarsan. Sənə çox mühüm bir şey xəbər verəcəyəm.
Ola bilməz ki, qədəş indi deyəsən. Sabah akşam saat 7'nin yarısında. Şahsuvarov və Sadıxov Cahangirin mənzilinin ətrafında hərlənirlər. Cahangir evdə təkdir. Lalə içəri girir və ona yalvarır ki, Sadıqovu xilas etmək üçün əlindən gələni əsirgəməsin. Lakin Cahangir yaxşı bilir ki, Lalə onun evinə göndərilmişdir. Siz Sadıxova kömək etmək istəmirsiniz. Sadıxov cinayətkardır Lalə xanım. Bəs onda mən nə etməliyəm? Təəssüf ki, siz mənə ürək qızdırıb gəlişinizin əsl səbəbini açıb söyləmədiniz. Bəlkə də mən sizə nə etmək lazım olduğunu deyə bilərdim. Sadıqov içəri daxil olur. Aha, sən burada nə gedirsən? Onun sənə dəxli yoxdur. Sən cavab ver görüm. Mənim cavan arvadımın bu vaxt sənin evində nə iş olur? Qışqırmayın, mən kar deyiləm. Aha! Buraya mən özüm gəlmişəm. Onun xəbəri yoxdur. Bildinmi? Şahsuvarov bir nəfər leytinantla daxil olur. Bu nə səs-küydür canım? Leytinantla küçədən keçirdik. Eşidib dedim görəsən nə olur? Nə olacaq? Xalqın hüququnu, namusunu yaxşı qormursunuz. Bu hansı qanunda görünüb ki, kişinin özünü dolaşdır, arvadını isə çəkib gətir yanına. Bilsəydin ki, mən sənə nə qədər nifrət edirəm. Belə. Yaxşı, o necə olur ki, Sadıqovun qastaşları ilə bədənirsən, amma özünə nifrət edirsən, hə? Lalə boynundakı bəzəkləri, barmaqlarındakı üzükləri qoparıb, onun başına çırpır. Al! 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 Sürətlə çıxır. Sadıqov yerə tökülmüş daş qaşları yığışdırır. Xahiş edirəm bu saat oturub bizim bu davamız haqqında akt yazasınız. Bırak canım. Bu sizin üçün də, yoldaş Cahangir üçün də yaxşı deyil. Rica edirəm, siz mənim qeydimə qalmayasınız. Görünür bu vəziyyətin sizin üçün nə demək olduğunu başa düşmürsünüz. Əksinə, bu əhvalatın nə demək olduğunu mən sizdən daha aydın hiss edirəm. Sadıxov, Lalə xanım buraya siz düşünən mənada gəlməmişdi. Əgər buna inanmırsınızsa, nə bilirsiniz edin. İndi isə buradan rədd olmaq üçün sizə bir dəqiqə vaxt verirəm. Həmən axşam Dilşad xanım öz evində tək oturub, o çıxılmaz vəziyyətdədir. Ağa Səlim və Xuduş həbsə alınmışlar. Şahsuvarov da bu günlərdə ifşa olunacaq. Bu vaxt Sadıxov içəri girir. Yarım saat bundan qabaq bir nəfər şəxs mənə aparıb güc çıxarıb müstəntiqin evinin qapısına. İçəri girib nə görmüşəm? Liliçki ilə Cahangir əyləşiblər qabaq-qabağa. Deyirəm, balam, sən mənim arvadımsan, burada nə işin var? Deyir, onun sənə dəxli yoxdur. İndi də başlayıb ki, səninlə yaşamıram. Şeylərini yığışdırıb ki, çıxıb getsin. Yaxşı ki, Şahsuvarov özü də gəlib əhvalatın üstə çıxdı. Yoxsa, sən Allah Dilşad xanım, bircə gedin Liliçkanı qoymayın çıxıb getsin. Qoy hara cəhənnəm olub gedir getsin. Sevirəm axı, əl çəkə bilmirəm. Yaxşı, bəsdir yekə kişisən. Budur, Şahsuvarov gəlir. Bura bax, bu nə məsələdir Ziya? Heç soruşmayın Dilşad xanım. Bütün şəhərdə bir yavru olmuşuq. Bəs sən niyə Ləylədən soruşmadın ki? Axı bu subay oğlanın evində sənin nə işin var? Mən içəri girəndə onların ikisi də özlərini elə itirmişdilər ki, artıq bir kəlmə izahətə ehtiyac yox. Rəccət. Mən bu işdə Lələni təqsirlandırmıram. Bütün günah o Cahangirdədir. Tamamilə haqlısınız Dilşad xanım. Demək bir tərəfdən Xosro Atayevin qızını almaq istəyir, o bir tərəfdən də... Gəlmişəm, yoldaş Atayevlə danışım, görək nə etmək lazımdır. Get danış. Dilşad xanım, siz Allah bircə gedin Liliçkanı qoymayın çıxıb getsin. Salam Reyhan xanım. Sadıxov, siz de buradaymışsınız ki. Dediler biraz bundan qabaq siz bizim yeni parkta qəribə bir komediya oynayırmışsınız.
Sənin seçdiyin oğlanı da gördük. Əgər Cahangir hamının xoşuna gələn bir oğlan olsaydı, daha onu mən ne üçün sevirdim ki? Bu xarabadan baş götürüb getməkdən başqa çarə yoxdur. Cahangir gəlir. Dilşad əsəbi halda o biri otağa keçir. Sadıqov da onu təqib edir. Niye bir keyfsən? Sənə nə olub, Cahangir? Bugün mənim həbsə aldığım adamlar sizin ailənizdən danışırlar. Hətta onlardan Ağa Səlim adlı birisi çığır bağır salaraq iddia edir ki, Sadıqovun evində Dilşad xanıma 15.000 qiyməti olan brilyant bir üzük vermişdir. Demək mənim çoxdan gözlədiyim fırtına artıq başlanmışdır. Şahsuvarov əsəbi halda qayıdıb o biri otağa keçir. Lalə onun ardınca baxır. Sonra birdən yürərək qapıdan çıxır. Şahsuvarovla Dilşad gəlirlər. Bağçadan Mehrican və Reyhanın səsi eşidilir. Buna baxın, kim sözünü asın? Cahangir özünü yetir. Bu nədir? O bağçaya yürür. O biri otaqdan Xosrov Atayev, İldırım Atayev və daha sonra Sadıqov Hövlanaş bayra yürürlər. Şahsuvarov Laləni baygın halda gətirir. Qızlar onu ayıltmağa çalışırlar. Bədbəxtlik məni basıb, qara çıxam yatıb. Lalə özünə gəlir. Lalə xanım, özünüzü necə hiss edirsiniz? Lalə xanım ne üçün? Sən ki mənə həmişə Lalə deyirsən. Liriçka, sən nə danışırsan? Yolda Şatayev görmürsən? Görürəm və istəyirəm ki, Ziyad Şahsuvarovun indiyə qədər mənə göstərdiyi iltifatı onlar da bilsinlər. Çünki mən Ziyad Şahsuvarovu birinci dəfə bu evdə görmüşəm. Onun mənə etdiyi elan eşqə bu evdə qulaq asmışam. Axmaq danışma. Dur keş o bir otağa. Ona toxunmayın. Mən sənə qulaq astıram, Lalə. Bəs sən Şahsuvarovun elan eşqinə nə cavab verdin? Sizin kimi hörmətli şəxslərlə oturub duran bu cür yaraşıqlı oğlanın heyran edici sözlərinə hər gecə Sadıqovun mənfur üzünü görən bir qadın nə cavab verərdi? Əclaf qadın, belə şeylər səni təmizə çıxara bilməz. Kim deyir ki, mən özümü təmizə çıxarmaq istəyirəm? Özünüz gördünüz ki, əgər bu gənc müstəntiq olmasaydı, indi cansız bir odun parçası ilə mənim fərqim yox idi. Ölümdən qurtarmaq ikinci dəfə dünyaya gəlmək kimi bir şeydir. Qəribədir. Bu doğrudan da beləymiş. Biraz qabaq Ziyad Şahsuvarovun dərdindən ölən mən indi onun üzünə baxa bilmirəm. Məhəbbətlə nifrət arasındakı məsafə nə qısaymış. Lalə! Nədir? Yoxsa davam getirə bilmirsən? Səninki belində tapanca var. Nə üçün çəkib məni vurmursan? Vura bilməzsən. Çünki sən tülkü kimi qorxaqsan. Yeryüzünün bütün alçaqlıqlarını toplasan, sənin əməllərin qarşısında bir heç olar. Mən öz namusumu, mənliyimi bir qurban kimi sənin ayaqlarının altına attım. Sən isə öz mənfur niyyətlərinə yetmək üçün onu bir körpə etmək istədin. Mən ölümə layiq bir qadın idim. İndi isə sizin hər ikinizə, sənə də, ölümə də nifrət edirəm. Milis rəisi 2 milis işçisi ilə daxil olur. Yoldaş Atayev, belə vaxtsız gəldiyim üçün üzr istəyirəm. Vətəndaş Şahsuvarov, mən qanun adından sizi həbsə alıram. Silahınızı verin. Dəli olmuşsunuz, nədir? Silahınızı verin. Xətiyarınız yoxdur.
sizin həbs olunmanız haqqında sərəncam verilmişdir. Yoldaş Nazır Muavini, müqəssir Ağa Səlimlə Xuduş hər bir şey itiraf etmişlər. Vətəndaş Sadıqov, rica edirəm, papağınızı giyəsiniz. Ne üçün? Çünki biz sizi öz dostlarınızdan ayırmaq istəmirik. Bu zamanın hökmüdür vətəndaş Sadıqov. Ailənizə bir sözünüz varsa buyura bilərsiniz. Yoxdur. Elə isə gedək. Aparın. Üz istəyirəm yoldaş Atayev. Biz bu cənabları başqa yerlərdə axtarırdıq. Çox təəssüf ki, gəlib burada tapdıq. Hələlik. Milis işçiləri Şahsuvarov və Sadıqovu aparırlar. Bu vaxt Dilşad xanım o biri otağa keçir və Ağa Səlimin arvadı zabitə ilə rastlaşır. Zabitə, bu vaxt xeyir ola. Xeyirdir inşallah. Sadıq o gildə aldığınız üzü üçün gelmişim. Görünür qulağınıza səs deyib. Ərin dünyanı dağıdıb hələ bir adam içində də çıxırsan, bu dəqiqə rədd olmasan, milis çağırıb səni də göndərəcəm ərinin yanına. Dayı zəhmət çəkmə. Dayı Şahsuvarov sən deyən kimi milis naçaniki deyil. Milis sözünə baxmaz. Tozuluzu güvər. Sən öləsə bu sadə evi başıma uçurdaram. Xosrov Atayev o biri otaqdan çıxır. Niyə qışqırırsan bacı? Ne olub? Heç bir şey. Öz malımızı istəyirik də. Siz kimsiz bacı? Ağa Selim Külfəti. Yaxşı. Bizdə sizin nə şeyiniz var? Necə yəni nə şeyimiz var? Pəs Sadıq onun öyündə parmağımdan 15.000 manatlıq üzüqü çıxardıb arvadıma verməmişəm. Ne için vermişdiniz? Dayı bunun ne içini yok ki, verdik də, özünüz bilirsiniz. Dilşad iti addımlarla o biri otağa gedərək, üzüyü gətirib çırpır zabitənin üstünə. Götür, cəhənnəm ol, həyyasız. Taxtır məndədir ki, sizin kimi alçaqlardan bəxşiş götürürəm. Ay balam, nöş qışqırırsan, biz dedik əl-əli yuvar, əldə dönər üzü. El-eli yuvar, elde üzü. Ağa Səlimin brilliant üzüyü Atayev'in evindən çıxır. Bu dəhşətdir. Necə oldu ki, Şahsuvarovlar, Sadıqovlar, Gülbalalar mənim qapımı tanıdılar. Cavab ver! Necə oldu ki, sən mənim qulağımın dibində belə işlər tutdun? Mən sənin əkdiklərini biçirdim. Əgər Şahsuvarovlar, Gülbalalar, Sadıqovlar sənin qapını tanımağa layiq adamlar döyüldülərsə, ne üçün hərəsini oturtdun bir idarənin başında? Doğrudur. Haq sözə nə demək olar? Ancaq, bəs ne üçün ərinin bu səhvindən istifadə edib, onu xalq içində rüsvay edirdin? Axı sən həmişə and için məni istədiyini söyləyirdin. İndi bu alçalıq səni dəştə gətirmirmi? Sən biraz nəzakətli danışsaydın pis olmaz. Sən nə dəhşətli qadınsanmış. Çox geç tanımısan. Geç tanısam da eybi yoxdur. Rədd ol buradan. Dilşad o biri otağa keçir. Atayev heyrət içində onun ardınca baxır. İldırım Atayev gəlir. Nə olub? Mən məhv olmuşam qardaşım. Mənim 10 illik ailə həyatım saxtaymış. Mənim məhəbbətim bir rəzalətmiş. Mən qoynumda gürzə ilan yatırmışam. Qardaşım, bizim familiyamız ləkələnmişdir. Qoy məni xalq divanına çəksinlər. Xalq bizi öz halal puluyla oxutdu, yüksək mənsəb sahiblər etdi. Hökumət böyük bir şəhərin müqəddəratını mənə tapşırdı. Lakin mən nankör oldum, nankör. Ne için dinmirsən İldırım? Axı biz uşaqlıqda bir-birimizi canciğer kimi istəyirdik. Yoxsa mən doğrudan da məhv olmuşam. Yoxsa daha mənimlə kəlmə kəsib danışmağa belə dəyməz. Hər şeyi sən özün dedin Xosrov. Daha mənə söz qalmadı. Yox, sən mərkəzi hökumətin bir nümayəndəsi kimi mənim haqqımda nə fikirdəsən? Mən sənin işdən götürülməyini tələb etmişəm. Sağ ol qardaşım.
Xalqın böyük etimadını məlun bir qadının saxta məhəbbətinə qurban verən adamlar qardaş cəzasına layiqdirlər. Mən səni sözlərinə vaxtında qulaq assaydım, belə olmazdı. Mən indi yola düşüb gedirəm, Xosrov. Partiyanın, xalqın ədaləti böyükdür. Əgər onlar sənə aman versələr, igid ol, qardaşım. Xalqın sənə uzatdığı nicat əlindən möhkəm yapış. Düşdüyün uçurumdan mərdliklə çıxmağı bacar. Sənin hələ cəmi 45 yaşın var. İndi isə gəl qucaqlaşaq. Bax belə, uşaqlıqdakı kimi. Bu nədir? Sənin gözlərin yaşarmışdır. Ged Yıldırım, sənə yaxşı yol. Xosrov o biri otağa keçir. Mehrican gəlir. Nə yaxşı ki gəldiniz. Yoxsa sizlə görüşməmək getmək mənim üçün ağır dərd olur. Ümid edirəm ki, məni pisliklə xatırlamayacaqsınız. Heç bir zaman. Salamat qalın. Xoşbaxt olun. Bilin ki, haradaysa bir nəfər var. Və o hər dəfə sizin xoşbaxtlığınızı eşitdikdə sevinəcəkdir. Cahangirlə Reyhan gəlirlər. Əmi gedirsiniz? Bəli. Sən atandan müğayət ol. O çox istirab çəkir. Qoyruqdan düşməsin. Səhvi etmək bir günahdırsa, onu düzəldə bilməmək daha böyükdəndir. Atalar deyib, igid odur atdan düşə atlana, igid gərək hər yarıya qatlana. Mənim atam həmişə mərd olmuşdur. O bu ağır yarıya qatlanacaq, yarı yolda qalmayacaqdır. O zaman dostlar da, düşmənlər də görəcəklər ki, Atayevlər ailəsinin çırağı sönməmişdir. Siz Atayevlər ailəsində pyesinin radyo montajını dinlədiniz. İştirak edirdilər. Xosrov Atayev, Əjdər Sultanov, İldırım Atayev, Həsənağa Salayev, Dilşad, Barat Şəkinskaya, Reyhan, Sofa Bəsirzadə, Lalə, Hökümə Qurbanova, Mehriban, Ətayə Əliyeva, Cahangir, Əfrasiyəb Məmmədov, Şahsuvarov, Məlik Dadaşov, Sadıqov, Mustafa Mərdanov, Xuduş, Məmməd Sadıqov, Ağasəlim, Cabbar Əliyev, Zabitə, Məhluqa Sadıqova, milis rəisi Qafar Həqqi. Aparıcının sözlərini Ramiz Mustafayev oxuyurdu. Verilişin rejissoru Tofiq Kazımov, musiqi tərtibatçısı Nurəddin Fətullayev, səs operatoru Arif Əliyevdir. Əsər 1961-ci ildə lentə yazılmışdır.